Birinci qrup sınaq 13-ün əllərinə baxaq. Birinci sual belədir. A və B natural ədədlərinin rəqəmləri cəmi uyğun olaraq 119, 640 olarsa A üstü 5 vur B üstü 33 ədədinin 9-a bölünməsindən alınan qalığı tapın. Birinci sualda A ədədinin 9-a bölünməsindən alınan qalıq onun rəqəmlərinin cəminin 9-a bölünməsindən alınan qalıqdır. Yəni A ədədinin 9-a bölünməsindən alınan qalıq 119-un 9-a bölünməsindən alınan qalığa, yəni 2-yə bərabərdir. B ədədinin 9-a bölünməsindən alınan qalıq 640-ın 9-a bölünməsindən alınan qalıqdır. Bu da 1-ə bərabərdir. Onda A üstü 5 vurulsun B üstü 33-ün 9-a bölünməsindən alınan qalıq 2 üstü 5 vurulsun 1 üstü 33-ün 9-a bölünməsindən alınan qalıqdır. Bu da 32-nin 9-a bölünməsindən alınan qalıqdır. Bu da ki, deməli 5-ə bərabərdir. Birinci sualda cavab olacaq Y variantı. İkinci sual. X kvadrat çıxılsın, P çıxılsın 3x, üstünə gəlsin 12, bərabərdir 0 tənliyinin kökləri x1 və x2-dir. x1 kubu üstünə gəlsin x1, x2 bərabər 20 olarsa P-nin qiymətini tapmaq lazımdır. Viet teoreminə görə x1 vurulsun x2 bərabərdir 12-yə. Bunu verilmiş ifadədə nəzərə alaq. Onda x1-in kubu üstünə gəlsin 12 bərabərdir 20. Buradan alarıq ki, x1-in kubu bərabərdir 8-ə, x1 bərabərdir 2-yə. x1 2-dirsə, bunu verilmiş tənlikdə nəzərə alsaq, 4 çıxılsın 2 vurulsun, P çıxılsın 3 və üstünə gəl 12 bərabərdir 0. 2 vurulsun, P çıxılsın 3 bərabərdir 16, P çıxılsın 3 bərabərdir 8, P bərabərdir 11-ə. P 11-ə bərabərdir. Düzgün cavab A variantı olar ikinci sualda. Üçüncü sualda 4x kvadrat üstə gəl 25 bölünsün. 2x üstünə gəlinsin 5-i. Bərabərdir mx üstünə gəlinsin n çıxılsın 2i. Yuxarıdakı ifadəni kompleks vurğulara ayırsaq 2x üstünə gəl 5-i, 2x çıxılsın 5-i, bölünsün məxrəc 2x üstə gəl 5-i, bərabərdir mx üstünə gəl n çıx 2i, 2x üstə gəl 5-ilər ixtisar olunsa qalar 2x çıxılsın 5-i, bərabərdir mx üstünə gəlinsin n çıxılsın 2i-yə. Kompleks ədədlərin bərabərlik şərtinə görə m bərabərdir 2, n çıx 2 bərabərdir -5, n bərabərdir -3 olar. M-in n-dən fərqi soruşulur, yəni 2 çıxılsın -3, bu da bərabərdir 5. Üçüncü sualda cavab olacaq B variantı. Dördüncü sual. Funksiyasının qrafikinin təpə nöqtəsi T, ordinat oxu ilə kəsişmə nöqtəsi A olarsa, OTA üçbucağının sahəsini tapın. Bu funksiyanı tam kvadrat şəklində göstərək. 4x üstünə gəl 4 çıxılsın 16 yazaq, bərabərdir. X çıxılsın 2-nin kvadratı çıxılsın 16. Deməli, təpə nöqtəsi neçədir bunun? 2 - 16. Y oxun kəsdiyi nöqtəni tapmaq üçün x-ə 0 versə, onda y oxun kəsəcək. X 0 olduğuda y -12-yə bərabərdir. Bunu koordinat sistemində qursaq. Deməli, -0 -12 nöqtəsi 0 -12, bura A nöqtəsi, T nöqtəsi isə 2 -16. 2 -16 nöqtəsi də təxminən burada olacaq. 2 -16 nöqtəsi. Burada T nöqtəsidir 2 -16. Bu üç nöqtəni birləşdirsək alınan üçbucaq
AOT üçbucağının sahəsini hündürlük və tərəfin tapmaqla hesablamaq olar. Tərəfi, yəni OA tərəfinin uzunluğu 12-dir. Bura 12-dir. Və bu tərəfə çəkilmiş hündürlük isə 2-yə bərabərdir. Onda üçbucağın sahəsi S bərabərdir. 12 vurulsun 2 bölünsün 2 bərabərdir 12. 2-də 1 AHA düsturuna görə hesabladım. Burada düzgün cavab A variantı olacaq. 5-ci sual. X kubu çıxılsın 40x kvadrat üstünə gəlsin 3x çıxılsın 120 kiçikdir 0 bərabərsizliyinin natural əllərinin cəmini tapın. Qruplaşdırma aparaq. Birinci və ikincidən x kvadratı çıxarsaq x çıxılsın 40. Üçüncü və dördüncüdən 3'ü çıxarsaq x çıxılsın 40. Kiçikdir 0. Qalır burada x kvadrat üstə gəl 3 vurulsun x çıxılsın 40. Kiçikdir 0. X kvadrat üstə gəl 3 müsbət olduğuna görə bu bərabərsizliyin hər tərəfini x kvadrat üstə gəl 3'ə bölmək olar. Alarıq x çıxılsın 40 kiçikdir 0. Nəticədə alırıq ki x kiçikdir 40'dan. Deməli, bərabərsizliyin 50 oldu. 40'dan kiçik ədədlər və burada natural əllərin cəmini soruşur. Natural əllər başlayır 1-dən 39'a kimi. Onda bunların cəmi S bərabərdir. Birinci 1, axırıncı 39 bölü 2. Sayı isə 39'dur. Bərabərdir. 40'ı 2'yə bölsək 20. 20'ni 39'a vursaq 780. 6-cı sual. 15 üstünə gəlsin sinus kvadrat x bölünsün 4 çıxılsın kosinus x bərabərdir. Sinus kvadratın əvəzinə 1 çıxılsın kosinus kvadratı yazaq. 4 çıxılsın kosinus x sadələşdirək. 16 çıxılsın kosinus kvadrat x bölünsün 4 çıxılsın kosinus x. Kosinus x bərabərdir. 16 çıx kosinus kvadrat x, 4 çıx kosinus x. Kvadratlar fərqinə görə 4 üstə gəl kosinus x olur. Məxrəcdə 4 çıxılsın kosinus x. 4 çıx kosinus x-lər ixtisar olunacaq, qalacaq 4 üstə gəl kosinus x. Məxrəc heç vaxt sıfıra çevrilmir, çünki kosinus x mənfi 1 və 1 arasında yerləşir. Yəni ki, kosinus x 4 ola bilmədiyinə görə məxrəci sıfıra çevrilmir. Bu ifadəndə ən böyük ən kiçik qiymətini tapmaq üçün kosinus x mənfi 1, 1 arasında yerləşdiyinə görə hər tərəfə 4 əlavə eləsə eləyəcək 3 kiçik bərabərdir. 4 üstə gəl kosinus x kiçik bərabərdir 5'dən. 3 və 5 arasında daxildir və bu aralıqda yerləşən tam qiymətlərin cəmini tapmalıyıq. Tam qiymətlər 3, 4 və 5'dir. Bunların da cəmi 12'yə bərabərdir. 6-cı sualda cavab olacaq A variantı. 7-ci sual. 7-ci sual. Tangens x üstə gəl kotangens x'in kvadratı. Bunu açsaq, tangens kvadratı x üstünə gəl hasilin 2 misli 2 eləyəcək. Üstünə gəl kotangens kvadratı x üstünə gəl tangens kvadratı x çıxılsın 2 üstünə gəl kotangens kvadratı x bərabərdir 4. Sadələşdirsək qalar 2 tangens kvadratı x üstünə gəl kotangens kvadrat x bərabər 4. Hər tərəfi 2'yə bölsək tangens kvadrat x üstə gəl kotangens kvadrat x bərabərdir 2'yə. Əvəzləmə apara bilərik. Tangens kvadrat x-ə bir t desək tənlik olacaq t üstünə gəl 1 bölü t bərabərdir 2. Hər tərəfin t'yə vurub kəsirdən azad eləsək t kvadrat çıxılsın 2t üstünə gəl 1 bərabərdir 0. Tənliyin kökü, yeganə kökü t bərabərdir 1'dir. Deməli, tangens kvadrat x bərabərdir 1'dirsə dərəcəni azaltsa 1 çıxılsın kosinus 2x bölünsün 1 üstə gəl kosinus 2x bərabərdir 1 olacaq. Buradan tənasübdən açsaq kosinus 2x bərabərdir 0 alınır. Kosinus 2x də 0'a bərabərdirsə onda 2x bərabərdir pi bölünsün 2 üstünə gəlsin pi k. K tam ədəddir burada. Hər tərəfi 2'yə bölsək pi böl 4 üstünə gəl pi k bölünsün 2 k daxildir
Z. Tangens verilmiş tənlikdə tangens və kotangensin məxrəcləri uyğun olaraq kosinus x və sinus x-dir. Bunlar sıfırdan fərqli olmalıdır. Görürük ki, aldığımız köklər həqiqətən məxrəci sıfıra çevirmir. Yəni tənliyin kənar kökü yoxdur. X bərabər pi bölü 4 üstünə gəl pi k bölünsün 2. 7-də Y variantı olacaq düzgün cavab. 8-ci sual. X üstə gəl 5 ədədinin x üstə gəl 5 ədədinin x üstə gəl 2%, yəni vurulsun x üstə gəl 2-yə bölünsün 100-ə bərabərdir 0,4-ə. Yəni 10/4-ə 0,4 kimi yazaq elə. Sonra açsaq bunu x üstə gəl 5 vurulsun x üstə gəl 2 bərabərdir 40-a. Bərabərdir 40-a. X kvadrat üstünə gəl 7x üstünə gəlsin 10 bərabərdir 40 alınır buradan. Sonra x kvadrat üstünə gəl 7x üstünə gəlin çıxılsın 30 bərabərdir 0. Tənliyin kökləri də deməli diskriminant bərabərdir 49 üstünə gəlsin 120 bərabərdir 169. Müsbət kökün götürərik. X bərabərdir -7 üstünə gəlinsin 13 bölünsün 2. 13-dən 7 6 6 2 3 dəfə x eləyəcək 3A variantı. 9-cu sualda a kvadrat çıx 3a üstünə gəl 1 0-dır. A kvadrat üstünə gəl 1 böl a kvadrat ifadəsinin qiymətini soruşur. Verilmiş bərabərliyin hər iki tərəfin a-ya bölə bilərik. Çünki a 0 ola bilməz. Çünki 0 olduğunda bu bərabərlik ödənmir. Ona görə 0-dan fərqli olduğuna görə a-ya bölsək alarıq belə bir ifadə. A üstünə gəl 1 böl a 3-ə bərabərdir. Kvadrata yüksəltsək hər iki tərəfi. A-sının 2 misli 2 eləyir. İkincinin kvadratı 1 böl a kvadrat bərabərdir 9 alırıq. Daha sonra hər tərəfdən 2 çıxsaq a kvadrat üstə gəl 1 böl a kvadrat bərabərdir 7 olar. 9-da da düzgün cavab C variantı olar. 10-cu sual. 2x çıxılsın 4-ün modulu 28-dən kiçikdir. Onda buradan 2x 2 üstü x çıxılsın 4 -28 və müsbət 28 arasında yerləşir deyə bilərik. Bərabərsizliyin hər üç tərəfinə 4 əlavə eləsək, -24 kiçikdir 2 üstü x kiçikdir 32. Bərabərsizliyi 2 formada 2 hissədən ibarət kimi yazsaq, yəni birinci hissəni belə yaza bilərik. 2 üstü x böyüdür -24. Yəni bu bərabərsizlik və 2 üstü x kiçikdir 32. Bu iki qat bərabərsizliyi ilə eyni güclüdür də. Birinci yazdığımız bərabərsizliyin həlli bütün ədəd oxudur. Yəni bütün ədədlər bunu ödəyir. İkinci bərabərsizliyin həlli isə 32 2 üstü 5 olduğuna görə x kiçikdir 5'dir. Onda bu iki aralığın kəsişməsi bütün ədəd oxu ilə x kiçikdir 5'ə uyğun intervalın kəsişməsi elə x kiçikdir 5'ə uyğun intervalın kəsişməsinə, yəni x daxildir. Mənfi sonsuzluq 5 olacaq. Burada da cavab olacaq A variantı. 11-ci sual. Bir zər atıldıqda ardıcıl olaraq 3 dəfə atılır. Daha doğrusu birinci dəfə cüt ədədin düşməsi ehtimalı olar. Birinci mümkün halları yazaq. 1, 2, 3, 4, 5 və 6 xal düşə bilir. Birinci dəfə cüt xalın düşməsi P, bunu P1 kimi işarə eləyək. Birinci halda cüt xalın düşməsi hadisəsinin ehtimalı eləyəcək 6-da. Cüt xal 2, 4 və 6 olur. 3 hal mümkün olduğuna görə, əlverişli olduğuna görə 2-də 1-ə P2. İkinci halda deyir ki, sadə ədədin düşməsi. 6-da sadə ədəd burada 2, 3 və 5-dir. Yenə 3 dənədir. Bu da 2-də 1-ə bərabərdir. Üçüncü halda isə deyir 4 və ya 5 ədədinin düşməsi.
4 veya 5, 2 əlverişli hal var. 6'da 2 bərabərdir 3'də 1. Bunların birinci halda, ikinci halda, üçüncü halda hansısa halın düşməsi bir-birindən asılı olmadığına görə, biri digərinə təsir göstərmədiyinə görə bunlar asılı olmayan hadisədir. Onda soruşulan ehtimal, yəni birinci halda cüt, ikinci halda sadə, üçüncü halda 4 və ya 5'in düşməsi ehtimalı eləyəcək bu ehtimalların hasilinə. Yəni 2'də 1 vur 2'də 1 vurulsun 3'də 1 bərabərdir 12'də 1'ə. Cavab olacaq B variantı. 12-ci sual limitə aiddir. Limit x yaxınlaşır 2'yə, kök altında x üstə gəl 14, çıxılsın 4, bölünsün x çıxılsın 2 bərabərdir. Limit x yaxınlaşır 2'yə, surətin qoşmasına vuraq. Surətin qoşmasına vursaq, x çıxılsın 2 vurulsun. Kök altında x üstə gəl 14, üstünə gəl 4. Surəti bu ifadəyə vursaq, olacaq kvadratlar fərqinə görə x üstə gəl 14, çıxılsın 4. Çıxılsın 16 daha doğrusu, 4'ün kvadratı. Sadələşdirək biraz. Surətdə olar x çıxılsın 2, x çıxılsın 2, vurulsun kök altında x üstə gəl 14, üstünə gəl 4. Bunlar getdi. X'in yerini 2 yazıb hesablama yaparsaq eləyəcək 1 bölünsün 8. Düzgün cavab D variantı olar 12-ci sualda. 13-cü suala baxaq. Fx bərabərdir kök altında x funksiyasının qrafikinə apsisi x0 bərabərdir 4 nöqtəsində çəkilən toxunanın apsis oxunu hansı nöqtədə kəsir? x0 bərabərdir 4 toxunma nöqtəsidir. Funksiyanın törəməsini tapaq. Əvvəlcə f'(x) bərabərdir 1 bölünsün 2 kök altında x. Daha sonra f4'ü hesablayaq. f4 2'yə bərabərdir. Sonra f'4'ü hesablayaq. Bu da 4'də 1 eləyəcək. Toxunanın tənliyi y bərabərdir. f'(x0) vurulsun x çıx x0 üstünə gəl fx0 olduğuna görə onda bunu nəzərə alsaq f'(x0 4'də 1'dir. X çıxılsın x0 4'dür. Üstünə gəl fx0 isə 2'yə bərabərdir. Mötərizələri açıb sadələşdirək. 4'də 1x üstünə gəlinsin 1 alınır. Və bizdən soruşulan apsis oxunu hansı nöqtədə kəsir? Apsis oxunu kəsirsə, apsis oxunu kəsdiyi nöqtənin ordinatı 0 olduğuna görə 4'də 1x üstünə gəl 1 0'dırsa buradan alırıq ki x bərabərdir -4'ə. Düzgün cavab olacaq A variantı, yəni -4 0 nöqtəsi. 14 qeyri-müəyyən inteqraldır. Bilirik ki inteqrallar fərqi fərqin inteqralına bərabərdir. Yəni bu ifadəni ümumi belə yaza bilərik. X çıxılsın 3'də x kvadrat çıxılsın 3x çıxılsın 2x çıx 6 bölünsün x çıxılsın 3. Bu kəsirlər ixtisar da olunur. İxtisar aparıb sonra da çıxmaq olar. Deməli birinci kəsiri ixtisar aparsaq, x'i çıxartsaq, qalar x çıxılsın 3 bölünsün x çıxılsın 3. Çıxılsın ikinci kəsiri ixtisar aparsaq, 2 çıxar x çıx 3 böl x çıx 3 dx bərabərdir. İxtisar aparsaq, qalar integral x çıxılsın 2 dx. Ayrı-ayrı integrallar kimi də yazmaq olardı. Bu da eləyəcək x kvadrat bölünsün 2 çıxılsın 2x üstünə gəlinsin c. Yəni düzgün cavab olacaq A variantı. 15-ci suala baxaq. 15-ci sualda 684'dən kiçik bütün natural ədədlərdən 4'ə bölünənlər A çoxluğu, 5'ə bölünənlər B çoxluğuna əmələ gətirir. NA kəsişir B-nin tapın. Demək, NA kəsişir B deyəndə həm 4'ə, həm də 5'ə bölünən 684'dən kiçik ədədlərin sayı deməkdir.
Həm 4-dən 5-ə bölünən ədəd deyəndə biz 20-yə bölünən ədəd başa düşürük. Ona görə də 684-dən kiçik 20-yə bölünən natural ədədlərin sayını tapaq. Bunu da tapmaq üçün 684-ü 20-yə bölüb tam hissəsini götürmək lazımdır. Bu da eləyəcək 34. Düzgün cavab olacaq Y variantı. 16-cı sualda A bərabərdir. Kök altında 9 üstəgəl 4 kök altında 5. İndi burada çevirmə aparaq. Bu 4 kök altında 5-dən 2 vur 2 kök altında 5 kimi yazıb 2-ni kökün altına salmaqla ifadəni bu formada yaza bilərik. Eyni qaydanın ikinci ifadəni də yazaq. Daha sonra buradan alarıq ki, birinci ifadədə cəmi 9, hasili 20 olan ədədlər kök altında 5 və kök altında 4, yəni 2-dir. Bunun kvadratı. Üstünə gəl, ikinci ifadədə kök altında 5 çıxılsın kök altında 4-ün kvadratıdır, yəni 2-nin kökdə 5 çıxılsın 2-nin kvadratıdır. Birinci ifadədən kök çıxır, kökdə 5, üstə gəl 2, ikinci ifadədən kökdə 5, çıxılsın 2 çıxır. Sadələşdirsə eləyəcək 2 kök altında 5, bu da bərabərdir kök altında 20. Kök altında 20 alındı. Tam hissəsi, kök altında 20-nin tam hissəsi bərabərdir 4-ə. 17-ci sual. Çoxhəllisinin standart şəkildə yazılışında sərbəst həddi 15, əmsalları cəmi -12 olarsa A vur B hasilini tapın. Sərbəst həddi tapanda ümumiyyətlə bir çoxhədlidə bunu Px kimi işarə eləsək, x kubu çıxılsın 3ax, üstünə gəlinsin 5b vurulsun, x kvadrat çıx 4x, üstə gəl 1. Sərbəst həddin əvvəlcə deyir ki, sərbəst həddi olmuş. Sərbəst həddini tapanda P0-ı tapmaq lazımdır. Yəni, dəyişənlərin yerinə 0 yazdıqda ancaq sərbəst hədd qalır. 0 yazsaq, onda alarıq 5B vurulsun, ikinci mötərizədə də 1 qalır. 5B vurulsun 1 bərabərdir 15. Buradan B-ni dərhal tapırıq ki, 3. Daha sonra deyir əmsalları cəmi. Əmsalları cəmini tapanda isə dəyişənin yerinə 1 yazmaq lazım. Dəyişənin yerinə 1 yazsaq, olacaq, deməli, 1 çıxılsın 3A, üstünə gəl, 5B, 5B-dəki tapmışıq, B-nin 3 qiymətini tapmışıq, yerinə qoysaq 15, vurulsun, 1 yazsaq burada, 1 çıx 4, üstə gəl 1. Bu bərabər olmalıdır, -2. Tənliyi həll eləyək. Deməli, 16 çıxılsın 3A, vurulsun -2, bərabərdir -2. Deməli, 16 çıxılsın 3A, 1-ə bərabərdir. 3A, 15. A-nı da taparıq 5. AB hasili soruşulur bizdən. AB hasili isə 15-ə bərabər olacaq. Düzgün cavab A variantı 17-ci sual. 18-ci sual. Oturacağının sahəsi 30 olan SABCD'ye düzgün 5-bucaqlı piramidasında SO hündürlüyü 8-dir. Şəkildə qeyd edək bunu, 8-dir. Hündürlük 8-dir. Daha sonra SABCO piramidasının həcmini tapın. Piramidanın həcmi üçün düstur V bərabərdir 3/1. S oturacaq vurulsun hündürlüydür. Burada oturacağın sahəsi 30-dursa 5 bucaqlı bilirik ki, xaricinə və yaxud daxilinə demək olar, çəkilmiş çevrənin mərkəzi ilə deməli, mərkəzin təpə nöqtələri ilə xaricə çəkilmiş çevrənin mərkəzinin təpə nöqtələri birləşdirildikdə bu 5 dənə eyni 3 bucağa bölünür və onların sahələri eyni olduğuna görə, kongruent olduğuna görə sahələri də eynidir. Oturacağın sahəsi 30 olduğuna görə 30-u bölsək 5-ə.
bərabərdir 6 eləyəcək. Yəni bir üçbucağın sahəsi 6-dır. Burada ştrixlənmiş hissəyə 2 üçbucaq düşür. Onda bu A, B, C, O, S piramidasının həcmi V bərabərdir. O həmin piramidanın oturacağının sahəsinə, yəni bu ştrixlənmiş hissəyə uyğundur. A, B, O, C dördbucaqlısının sahəsidir. 12, 3də 1 vurulsun, 12 vurulsun, hündürlük isə 8-ə bərabərdir. Bir dəfə, 4 dəfə, bu da bərabərdir 32 olur. Ona görə də 18-ci sualda cavab olacaq B variantı. 19-cu sualda A 3-2 nöqtəsinin absis oxuna nəzərən simmetrik çevrilməsindən, B nöqtəsi y bərabər x düz xəttinə nəzərən simmetrik çevrilməsindən C nöqtəsi alınır. BC parçasının uzunluğunu tapın. Absis oxuna nəzərən x oxuna görə simmetrik olan B nöqtəsinin koordinatı, x oxuna görə simmetriyada bilir ki, x qalır, y əksinə dəyişir. Y bərabər x düz xəttinə görə simmetrik 3-2 ilə y bərabərdir x-ə görə simmetrik nöqtəni tapanda isə bu da C kimi işarə olunub. Absis və ordinatın yerləri dəyişir. -2, 3 olur. Nöqtəsi alınır. BC parçasının uzunluğunu tapın. İki nöqtə arasındakı məsafəyə görə BC bərabərdir. Kök altında 3 çıxılsın -2-nin kvadratı üstünə gəl. 2 çıxılsın 3-ün kvadratı. Bu da bərabərdir. Kök altında 25 üstünə gəl 1. Bərabərdir. Kök altında 26 Y variantı olacaq. 20-ci sualda 2 tərəfi kökdə 5 və 2 olan üçbucaqlardan sahəsi ən böyük olanın xaricinə çəkilmiş çevrənin mərkəzindən üçbucağın təpəsinə qədər olan məsafəni tapın. 2 tərəfi deməli üçbucaqdır. 2 tərəfi 2 və kök altında 5-dir. Üçbucaqlardan sahəsi ən böyük olanın xaricinə çəkilmiş çevrənin mərkəzindən üçbucağın təpələrinə qədər olan məsafələrin cəmini tapın. Yəni bu xarici cəmi çevrənin mərkəzindən üçbucağın təpələrinə qədər olan məsafələr elə radiuslardır. Yəni tapmalıyıq nəyi? 3R-i tapmalıyıq. Sahəsi ən böyük olanından söhbət gedir. Sahəsi ən böyük olanı nədir? İndi sahənin ən böyük olduğu halı birinci aydınlaşdıraq. Üçbucağın sahəsi heç bərabərdir. Bilirik ki, bu uzunluğu 2 və kökdə 5 olan tərəflər arasındakı bucaq alfa olsa, S bərabərdir 2də 1, A vurulsun, B vurulsun, sinus alfadır. Bərabərdir kök altında 5, sinus alfadır. İndi sahənin ən böyük olması üçün sinus alfa 1 olmalıdır. Yəni alfa 90 dərəcə olmalıdır. Verilmiş üçbucaq da düzbucaqlı üçbucaq olmalıdır. Onda şəkili yenidən çəksək, bura 2, bura kökdə 5-dirsə, onda bura 90 dərəcədirsə, hipotenuzun uzunluğu olacaq. C kvadrat bərabər 4 üstə gəl 5, C-ni 3 taparıq. Demək, xarici çəkilmiş çevrənin diametri 3-dür. Yəni R bərabərdir 1,5 alındı. Xarici çəkilmiş çevrənin mərkəzindən deyir ki, təpələrə qədər məsafələr. Onda biz hesablamalıyıq 3R-i. 3 dənə 1,5 bərabər 4,5 olacaq. Cavab A variantı. 21-ci sual. Yan tərəfi 10, oturacağı 12 olan bərabər yanlı üçbucağın şəkli çəkək. Bərabər yanlı üçbucaq. Yan tərəfi 10. A, B, C üçbucağı olsun. Oturacağı 12. Bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlüyü ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Şəkli yenidən çəkək. Şəkil belə olmalıdır. On. Oturacaq 12-dir. Oturacağa çəkilmiş hündürlük ətrafında fırlanmasından. Oturacağa çəkilmiş hündürlük budur. Bunlar 6 olduğuna görə hündürlük 8 olacaq. Oturacağa çəkilmiş hündürlük
ətrafında fırlanmasını. Bu hündürlüyün ətrafında fırlatsaq alınacaq konus. Düz dairəvi konus alınacaq. Cismin həcmini tapın. V bərabərdir 3/1 pi vurulsun r-in kvadratı vurulsun h. Pi-ni də şərtə görə 3 götürməliyik. 3 yazsaq 36 vurulsun 8 qalacaq. Bu da bərabərdir 288-ə. Yəni 21-ci sualda düzgün cavab D variantı olar. 22-ci sualda A bərabərdir sinus 12 kosinus 12. B bərabərdir kosinus 78 sinus 78. Vektorların skalerasını tapın. Onda A vurulsun B bərabərdir sinus 12 kosinus 78 üstünə gəl kosinus 12 sinus 78 olur ki, bu da sinus 12 üstə gəl 78-in açılışı olur. O da eləyir sinus 90 dərəcə eləyir 1. Deməli, vektorların skalerası 1 eləyəcək, cavab olacaq C variantı. 23-cü sual. Perimetri 16 kökədə 6 olan ABCD kvadratında. Onda bunun tərəfi 4 kök altında 6 eləyəcək. MAD və MCD bucaqları 15 dərəcədir. 15, 15. Olarsa AM parçasının uzunluğunu tapın. İndi gəlin bucaqları hesablayaq. Bu 15 dərəcə olduğuna görə bura 90 dərəcə. 90-dan 15 çıxsaq qalacaq 75 dərəcə. Onda burada 75 dərəcədir. 75, 75, 150 dərəcə. 90 da gəlsək 240 dərəcə. Onda burayı olacaq. Yəni AMC bucağı olacaq 120 dərəcə. AMC bucağı 120 olduğuna görə biz buradan bura 120 dərəcə olduğuna görə AC diagonalını çəksək, AC diagonalının uzunluğu tərəf 4 kökdə 6 olduğuna görə 4 kökdə 6 olduğuna görə 4 kök altında 6-nı kökdə 2-yə vursaq eləyəcək 4 kökdə 12 AC bərabər olar 4 kök altında 4 vurulsun kök altında 12 kök altında 12-də 2 kökdə 3 olduğuna görə 8 kök altında 3 olacaq diagonalın uzunluğu. Və bizdən AN parçasının uzunluğunu soruşur. AN burada MC-yə bərabər olacaq. AN parçasının uzunluğu bərabərdir 8 kökdə 3 bölünsün kök altında 3-ə. Yəni 120 bucağı 120, 30, 30 olan 3 bucağın böyük tərəfi kiçik tərəflərinin hər birindən kök altında 3 dəfə çox olur. Ona görə də kiçik tərəfi tapanda böyük tərəfi kökdə 3-ə bölmək lazımdır. Burada da cavab olacaq 8. 24-cü sual. Bərabərliyini eyniliyə çevirən n və n ədədlərinin cəmini tapın, deyir. Bu bərabərlikdə 1 bölünsün loqaritm A əsasdan B bərabərdir. Loqaritm B əsasdan A olduğunu nəzərə alsaq, olar loqaritm M əsasdan 2, üstünə gəl loqaritm M əsasdan 3, üstünə gəl və s. Loqaritm M əsasdan 15 bərabərdir. Loqaritm 27 əsasdan 2n çıxılsın 3 faktorialın kubu. Bu 27-nin əvəzinə 3-ün kubu yazaq və sadələşdirərik bunu. İndi əvvəlcə sol tərəfi sadələşdirə eləyəcək. Loqaritm M əsasdan 2 vur, 3 vur, 4 vur və s. vur 15-ə. Bərabərdir. Bunun sadələşdirsək, loqaritm 3 əsasdan 2n çıx 3 faktorial.
Daha sonra loqaritm m əsasdan bunu hesablasaq eləyəcək 15 faktorial bərabərdir loqaritm 3 əsasdan 2n çıx 3 faktorial. Şərtə görə eynilik olması üçün m bərabərdir 3 olmalıdır. 15 faktorial isə 2n minus 3 faktoriala bərabər olmalıdır. Yəni, buradan da alırıq ki, 2n minus 3 15'dir. N bərabərdir 9. N 9, M3 olduğuna görə bunların cəmi, M və N'in cəmi 12 olar. 25-ci sual. A-ın ədədi silsiləsinin ilk n ədədinin ədədi ortası n üstəgəl 2-yə bərabərdir. Yəni, ilk n ədədinin ədədi ortası ilk n ədədinin cəminin sayına nisbəti bərabərdir n üstəgəl 2 olur. Buradan Sn bərabərdir n vurulsun, n üstəgəl 2 alırıq. Daha sonra A4, A5 və A6 cəmi soruşulur bizdən. A4 ilə A6-nın cəmi 2A5 olduğuna görə bu da A5, 3A5 olur. Yəni biz tapmalıyıq 3A5-in qiyməti. AN bərabərdir Sn çıxılsın Sn minus 1 olduğuna görə A5-in əvəzinə nə yaza bilərik? S5 çıx S4. S5-i hesablasaq 5 vurulsun 7 çıx S4 4 vurulsun 6. 35 çıxılsın 24 bərabər 11. S5 11 daha doğrusu A5 11 olduğuna görə 3A5 bərabərdir 3 vur 11 bərabərdir 33. Düzgün cavab 25-də 33 olacaq. 26-cı suala baxırıq. 26-cı sualda 60 dərəcəli ikiyüzlü bucağın daxilində götürülmüş M nöqtəsindən 60 dərəcəli ikiyüzlü bucaqdır. Daxilində götürülmüş M nöqtəsindən fərqli rənglə göstərir. Daxilində bir M nöqtəsi götürək. Bu M nöqtəsindən daxilində götürülmüş M nöqtəsindən üzləri endirilmiş perpendikulyarların oturacaqları arasında məsafə 5 kök altında 3'dür. Üzlərə perpendikulyar çəkilib. Bunlar A və B olsun. Buranı da S kimi işarə edir. Şərtə görə A və B arasındakı məsafə 5 kök altında 3'dür. Bu perpendikulyarlar kongruent olarsa, perpendikulyar kongruentdirsə, onda bu məsafələr də bərabər olacaq. Yəni, bu məsafə də bu məsafəyə bərabər olacaq. Bura 90 olduğuna görə. Və bura 60'dır. Birləşdirsək, burada alınan fiqur deltoid olar. Deltoidin kiçik diaqonalı şərtdə verilib 5 kök altında 3. AB 5 kök altında 3'dür. Bunu bir qırağda çəkək, aydın şəkildə görmək mümkün olsun. Belə. Deməli, bura 5 kök altında 3 olduğuna görə bunlar da bərabərdir 60 dərəcədirsə, onda bunların hər birinə 5 kökdə 3 düşəcək. Bu S burada M'dir. Bizdən S-in məsafəsi soruşulur. S ilə M-i birləşdirsək, bura 90 dərəcə, bura artıq 30 dərəcə 2 yerə bölünəcək, 60 dərəcə 2 yerə bölünəcək, 30 dərəcə 30 dərəcə. 30, 60, 93 bucağıdır. AMS 3 bucağı. Onda 60 dərəcənin qarşısındakı katet 5 kökdə 3 olduqda 30 dərəcənin qarşısındakı katet 5 olmalıdır. Hipotenuz, yəni MC məsafəsi isə ona bərabər olacaq. 26-da cavab olacaq 10. 27-ci sual. Uyğunluğu müəyyən edin. Birinci, nə tək, nə cüt funksiyadır. Nə tək, nə cüt funksiya A variantında uyğun olur 1-ə. Qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Ordinat oxuna nəzərən simmetrik cüt funksiya deməkdir. Cüt funksiya 3-cüdür. Yəni B variantı 3 uyğun olur.
Qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik olan tək funksiyadır və tək funksiya ikinci variantda verilib. Cüt funksiyadır. Cüt funksiya 3-dür. D variantı 3 uyğundur və tək funksiyadır. Tək funksiyadakı ikincidir. Cavab oldu A, C, Y, B, D. Daha sonra 28-ci sual. Bir qrupda 7 şagirddən ikisi dostdurlar. Bu 7 şagird sıraya düzüldükdə dostların yanaşı dayanması hadisəsinin ehtimalını tapın. Bir qrupdakı 7 şagirddən ikisi dostdurlar. 2 şagird dostdur. 28. Deməli, qrupda 7 şagird var. 1, 2, 3, 4, 5, 6, 7. İkisi dostdur. Bunları uyğun olaraq D1, D2 kimi işarə eləyək. Və ümumi 7 dənə digər şagirdlərlə birlikdə 7 şagird eləyir. Şagird 1, şagird 2 belə yazaq. Şagird 3, şagird 4 və şagird 5. Dost olanları D1 və D2 kimi işarə eləyək. Bu 7 şagird sıraya düzüldükdə dostların yanaşı dayanması hadisəsinin ehtimalını tapın. Mümkün variantların sayı bu şagirdlərin 7 şagirdin neçə üsulla yer dəyişməsinin sayına bərabərdir. Yəni 7 faktoriala. Dostlar yanaşı dayanma şərti ilə sıraya düşsək, bunlara bir element kimi baxsaq, nəticədə 5 şagird və bu 2 dostda bir element kimi baxsaq, bir yerdə olmasını nəzərə alsaq, onda olacaq 6 faktorial vurulsun və D1 və D2, yəni bu 2 dost öz arasında da yerlərini dəyişə bilər. O da 2 faktorial. İxtisar aparsaq 1 dəfə, 7 dəfə, 7-də 2 olacaq 28-də cavab. 29-cu suala baxaq. A parametrin hansı ən kiçik qiymətində? Tənlilər sisteminin həlli yoxdur. Tənlilər sisteminin həllinin olmaması üçün şərt A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 fərqlidir C1 bölünsün C2 olmalıdır. Yəni bunların ikisi bir-birinə bərabər, amma üçüncüdən fərqli olmalıdır. Tənasübü açaq. A kvadrat üstünə gəlinsin. 6A bərabərdir -5. A kvadrat üstünə gəl. 6A üstünə gəl 5 bərabərdir 0. Bu tənliyin bir kökü deməli -1. Digər kökü isə -5-ə bərabərdir. 29-cu sualda cavab -5. 30-cu sual. A nöqtəsində xaricdən toxunan O1 və O2 mərkəzli çevrələrin D ortaq toxunanı çəkilmişdir. BAS bucağının 90 dərəcə olduğunu isbat edin. Əvvəlcə O1 və B nöqtələrini, daha sonra O1 və O2 nöqtələrini, O2 və C nöqtələrini parçalarla birləşdirsək, O1B və O2C radiuslar olduğuna görə D toxunanına perpendikulyar olacaqlar. Eyni düz xəttə perpendikulyar olan iki düz xətt bir-birinə paralel olduğuna görə bu düz xəttlər üzərində yerləşən O1B və O2C radiusları bir-birinə paralel olacaq. Onda verilmiş fiqur, alınmış fiqur daha doğrusu düzbucaqlı trapesiyadır. Düzbucaqlı trapesiya olduğuna görə bu bucaq 2 alfa olsa, bu bucaq 180 çıxılsın 2 alfada. Həm uyğun bucaqlara görə bunu demək olar. Həm də trapesiyanın yan tərəfinə bitişik iki bucağın cəmi 180 dərəcədir. Ona görə də demək olar. Daha sonra A və B-ni birləşdirək, A və C nöqtələrini birləşdirək və burada B, O1A üçbucağı bərabər yanlı üçbucaq olduğuna görə təpə bucağı 2 alfadırsa, oturacağına bitişik bucaqlar 90 çıx alfa, 90 çıx alfa olar. Və O1, BC bucağı 90 dərəcə olduğuna görə A, B, C bucağı
alfa olacaq. İndi isə CO2 A3 bucağına baxaq. Bu da bərabər yanlı 3 bucaqdır. Və onun təpə bucağı 180 çıxılsın 2 alfadır. Sonda oturacağına bitişik bucaqları alfa olmalıdır. Onda BSO2 90 olduğuna görə ASO2 alfadırsa, onda BSA bucağı 90 çıxılsın alfa olur. Və ABS 3 bucağının daxili bucaqlarının cəminin 180 olması üçün X alfa 90 çıxılsın alfa 180 olmağından X bucağını 90 dərəcə taparıq və yaxud düz bucaqlı 3 bucaqda 2 iti bucağın cəmi 3-cü bucağa bərabərdir. Yəni 2 iti bucağın cəmi 90 dərəcədirsə, onda onun 3-cü bucağı düz bucaqdır demək olar.